Niyə məhz sizin atalarınız bu yolu seçiblər? Gedirik Qubaya. Bu il sayca 6-cı yay düşərgəmiz baş verəcək. Düşərgəmiz Bakı Dövlət Universiteti ilə bir yerdə Qubada. Hara gedirik? Qubaya oyunlar oynamağa, sosiallaşmağa, özümüzə yeni dostlar tapmağa. Bu maşallah hazırdır. Artıq düşərgəyə çatmışıq və hazırda uşaqların otaq bölgüsü həyata keçirilir. Atalarınızla fəxr edirik. Onlar bizim baş tacımızdır. Şərəfdir bizim üçün ki, şəhid və qazi övladlarına xidmət eləmək bizə nəsib olub. Bakı Dövlət Universiteti üçün bu çox xoşdur. O, sosial fəaliyyətdə və ictimai fəaliyyətdə gənclər üçün, şəhid və qazi övladları üçün bir fayda verə bilir. Uşaqların düşərgədən maksimum faydalanmaları üçün onların mobil telefonlarını toplamışıq. Hal-hazırda da yollanırıq təlimimizə. Azərbaycan adında məmləkətimiz varsa, borcluyuq bizim əcdadlarımıza. Mən düşünərəm, məsələn, sizi qoyuluz. Mən atam canını verib. Niyə? Torpaq mı anasız qalmasın deyə torpağın qoynuna köçür analar. Bizə dənə biləsiz ki, biz hardan gəlmişik? Milli kimlik deyəndə mən kiməm, atam kimdir?